Yaxşı da, belə getsə bəd gətirmə. Axı, rəssəm babasan, öz işim var. İşinlə məşğul ol da. Səni bilmirəm, amma mənim ətrafımdakı adamlar çirkin işlərlə məşğul olanda mən buna dözə bilmirəm. Elə bilirəm ki, mən də bu çirkanın içində. Sən laf köynə patriotlar kimi danışdın, xəbərin var? Yaxşı Səməd, bəsdir. Əgər sənin ailəndə də belə hallar baş versəydi, onda sən belə danışmazdın. Sənin ailənin olur. Gül kimi evin, eşiyin, həyat yoldaşın. Bəs səncə Səməd ağanın bizim ailəyə heç bir dəxli yoxdur? Mənim həyat yoldaşımın atası, xalqımızın gözəl göçək qızlarını satıb özünə firavan həyat quranda, mən buna baxıb biganə qalmalıyam, hə? Yaxşı da. Bəsdir. Mən də bunları bilə-bilə susmalıyam. Yazıq Afətin bunlardan xəbəri yoxdur. Elə bilir ki, atası təmiz adamdır, vicdanlı adamdır. Ürəyini boşaltdı? Hə, indi gedir. Amma səndə bir dənə xahişim var. O Cavanşir çox təmiz uşaqdır. Xahiş edirəm, mən gələnə qədər onun başını qat, yoxsa gedər qoşular təzdən o abaralara. İndi isə gedək, mən təyyarəyə keçirəm. Çalışalım. Bu da məşhur Dubay. Həqiqətən də gözəl şəhərdir. Kaş bura rəssam kimi gələydim. Şəxsi dedektiv kimi yox. Dünən çox maraqlı bir adamla tanış olmuşam. Nə adam? Azərbaycandan gəlib. Cavan oğlandır. Özüylə də bir neçə qız gətirib. Onları burada xırd eləyib qayıdır. Dönüyənə görə yenə gələcək. Onu sənə özü deyildi. Qızları mən öz gözlərimlə gördüm. Sahib ağa. 18 yaşında iki gözəl qızdı. Meyxana sahibi onları əl üstü qamarladı. Hə, necədir, şəhər xoşuna gəlir? Əladır. Mənə bax, üzr istəyirəm, adın nə oldu? Adım Əhməddir, amma dostlarım mənim maestro çağırır. Bu da mənim işimlə bağlı. Elə ki, gözəl qızlarla podyumda bir səhnə təşkil edirəm. Hər yerdən mən alqışlayırlar, qışqırırlar, bravo maestro, əhsən maestro, afərin maestro. Bravo, bravo. Mən işimin vurğunuyam sahibə. İcazə verin dostlarınızın siyahısını artırmaq üçün. Mən də sizə maestro edim. Mən yalnız buna şad olarım. Deməli, Mədinənin dediyi ünvan buradır. İsmail məni burada gözləməlidir. Yemin dincələk, qaçmaq vaxtı var, edəcəm telefon. Səməd ağa, salam. Yox, yatmamışdı, qonağım var. Müdürət dayı, ana baxı sizə nə deyil? Nə deyəcək? Sənin anan deyir ki, sən bu uşağın atası deyilsən. Ana, niyə belə eləyirsən? Niyə eləmişəm? Açarlar belə. Mən bu qadına sübut eləyəcəm ki, bu uşağın damarında onun oğlunun qanı axır. Bəli, gedək mən baba. Atayım. Atlasını!
cevabı biraz sonra olacak. Ha kuzum, senin cismedi mi? Baba, doktor mən barmağımı yemişdi. Göre lazımdı kuzum. Elə ağrıdır ki bak. Korkma, hiç olmaz. Bak görsen ben kan da gelmir. Koy baba öpsün, sağalsın. Sen ne yeri böyle eyledin ana? Ben bunu sənə görə eləyirəm. Vaxt gələr mənə sağ ol deyərsən. Senin bütün bu eylediklerin pisliğinden başka bir şey değil. Heç bir ana öz övladının pisliyini istəməz. Başqasının uşağı sənin nəyinə lazımdır? Uşaq istəyirdinsə, qohumlardan birinin uşağını götürəydin. Heç olmasa bilərdik, əsl nəcabəti kimdir? Hələ həkimlər heç bir cavab vermirlər, sən artıq hər şeyi dəqiqləşdirmirsən. Mən bilmədiyim sözü demərəm. O uşaq sənin belindən gəlməyib. Mən bunu bir ana kimi hiss edirəm. Hər nə olur olsun, mən bu hərəkətləri heç vaxt sənə bağışlamayacağım. Buyurun, cevap hazırdır. Gördün? Biraz da gözleyek, koy əlaya yapışsın. Buranın neçə keşisi qoruyor? 3 sefer içeriden, 3 seferde kapının ağzında olur. Ama bu akşamlar otağa yığışıp, çaydan, kahveden içip kumar oynayırlar. Bir nefer de kapının ağzında saklıyorlar. Esas o kapının ağzında olanı aradan götürmeydi. Öldürmek. Yok, zararsızlaştırmak. Ben fenerle size işaret eden kimi, öğrettiğim kimi, divarın dibine benim yanıma gelirsiniz. Ama ihtiyatlı olurdu. Birden sahibi uyandı. Uyanmaz. Vaktimiz getirip, yine o büyük bir meclis dolu. O kibar içip, sehre kadar yatacak. Sənə min nəfə deməmişəm ki, qəhvəni birinci mənə gətir. Qanmırsan? Hətta. Ben kahve içmirəm. Ben konyak içirəm. İsmail gözüme değmir. Necəm tez yatır? Yatmayıp. Bayağı onu konağımızla bir yerde gördüm. Şirin şirin söhbət eləyirdiler. Bu qolağımızdan et gözüm su içmir. Gözüme bir təhər deyir. Adama qaynayıb qarışmır. Nedir? İstiyorsan gelip senden burada kart oynasın. Onlar ayrı adamlardı. Biznes adamları biraz kapalı olurlar. Oho, he. Bizi gördüler ki. Narahat olma. Lal Rüstem Bey. O bizi satmaz. Özde bu işten haberi var. Maşını darvazan yanı saklamışam. İnşallah buradan kurtaran kimi özümüze aeroportu getirmeliyik. Elə birinci reysle Bakı'ya uçarsız. Dəstən uçmayacaqsan? Yok. O kadar günahlarım var ki. Bakı'ya hansızlık edeceğim. Yaxşı, bəs nə edəcəksən? Xarici ölkələrin birini uçacağım. Belə yaxşıdır. Vaxtdır.
Gedim yerdə sigortayım. Yaxşı. Ne olur? Siz kalın burada. Biz gittik. Uşaklar siz de gelin. Tez olun, tez olun. Her yeri muhasebeye alın. Tutun onları. Siz. Tez olun, tutun. Nece yanı kaptırdılar. Bu saat taparım onları. O da ona. Kaçın. Tez, tez. Dedim. Tezene. Tamam, Suat tezene. Maestro! Sattım!
Qızla qızı getirip kaçırdılar. Biriniz haber tutmursunuz. Siz ne işe bakırsınız? Haram olsun verdiğim çörek. Sahib ağa, biz İsmail'in belə çatqınlıq edəcəyini gözləmirdik. Bu size rahat kazandın mı? Siz gerek hamıdan şüphelənəsiniz. Birbirinizden. Hatta benim özümden de. Yaxşı. Ne gözünü dönürsen boyun kimi? Merhamet ver. Sahib ağa, biz İsmail ilə qanlı qəltan elədik ki, elə yerində zügəbərdik. Heyif, çok heyif. Ben ona bir işkence vererdim ki, cehennem azabı onun yanında heç ne olardı. Meydi neyniyək, sahib ağa? Tüke eləyib, atın meşeye, qoy qurtduşa yem olsun. Soruşanda da diyəsiz ki, cehennem oldu gitti ölkesine. Bu sizin qonağınızın telefonu, bu da vəsiqəsi. Qızın pasport neysə, İsmail'in zübirlərini tapdıq. Elçiler, oğluma çoktan hazırlaşılmış. Ben vafağıma sokulub, sürütməni açıp götürüb sənədi. Sahib ağa, siz özünüz o İsmail'a böyük səlahiyyətlər vermişdiniz. Ondan heç kim şübhələnə bilməzdi. Yaxşı söz geçtirmə. De görüm oğlandan söz alabildiniz. Biz onu möhkəmcə əzişdirdik. Axırda huşunu itirdi. Düzdür, hələlik bir kəlmə də danışa bilməyib. Ancaq qızsa deyir ki, onu tanımıram. Kıza əldeyini. Hele belə qorxudur. Baş üstə sahib ağa, sizin qonağınızın bu telefonunda çoxlu nömrələri var. Elə həmin nömrələrlə onun əlaqələrini öyrənmək olar. Doğrudur, görüm onu. Bu nömrə mənə çox tanış gəlir. Şübhə yox. 4 gün bundan qabaq zəynəşiblər. Aha, bu saat baxarıq. Mədinə. Ah, Mədinə. Deməli, bizim maestro onunla görüşür. İsmail'i də satın alıblar, sonra da hər üç bir yerdə qurublar bu işi. Bu qadın daha həddini aşdı. Görünür mənim xəbərdarlığımdan heç bir nəticə çıxarmadılar. Bu ailə məhv olmalıdır. Bu nədir belə? Bu ki, Səməd ağanın nömrəsidir. Bunu oyunda qurublar mənə. Düşmənlərim ocaq başındaymış. Axı niyə? Nəyə görə? Alo, Səməd ağa. Eşidirəm sahib ağa. Xeyr ola. Olan söhbətə salarsız, kəlarsız başlayırsan. Sənin belə işlərin də varmış Səməd ağa. Ne olur ki sahib ağa? Üstümə gizli agent göndərirsən. Ne agent sahib ağa? Bu ne söhbətdir? Rüfət kimdir? Kim? Rüfət? Sənin nömrəni onun telefonunda tapmışam. Rüfət mənim kürəkənimdir. Nə baş verir ki? Sənin kürəkənin maestro adı ilə mənim malikanəmə girib qızlardan birini oğruyub. İsmail də ona inanmış. Ola bilməz sahib ağa. Rüfət hal-hazırda Türkiyədədir. Yox əzizim, o indi mənim zirzəlimdədir. Rüfət Sabir oğlu, odur. Odur. Deməli, o məni də aldadım. Yaxşı, indi nə inəyək? Təklifin nədir? O düzələn deyil. Mən onu dişimə vurmuşum. Deyirsən, yəni... Hesab elə ki, o sənin yemindir.
Vay, bunu nə günə salmışsınız? Deyəsən, yeri rahatdır. Ayıl da ona! Qaldır başını. Lalə xanım, görürsən də sənin yadkarlığın nəyə gətirib çıxartdı? İndi oturmuşdun rahat otağında, sahib ağa da sənin qulluğunda. Mənə heç nə lazım deyil. Səni bura xahiş edib gətirməyiblər. Sən öz razılığınla gəlmişsən. Heç bilirsən ki, indiyə qədər sənin üçün nə qədər pul xərclənib, küllü miqdarda. Bıraxın məni. O pulların hamısını tapıb sizə gətirərəm. Belə olmur. Siz müqaviləyə qol çəkmişsiniz. Müqavilə isə sənətdir, sənət. Mən aldanmışam. Özüm də bilmədən müqaviləyə imza atmışam. Lalə xanım, siz uşaq deyilsiniz. Həddi bulğa çatmış bir qızsınız. Geriyə yol yoxdur, yoxdur. Ay Allah, siz insan deyilsiniz məyə. Niyə çağırma sıçırsınız? Bəli, mən insanam. Odur ki, sənə humanist bir təklif eləmişəm. Əgər razı olsan... Ay Allah, dəstindən danışmayın. Yox, əgər razı olmasan... Ömrü boyu bu zindanda qalıb çürüyəcəksən. Maestro, podium, modeller, gözəl qızlar. Bu nə gündür düşürsən? Nə olub sənə? Sahib ağa, siz özünüz o xarici kinolardakı qangsterləri oxşatmaq istəyirsiniz, amma bu sizdə çox pis alınır. O demək istəyir ki, yəni biz yalancıyıq, daha doğrusu mən yalan danışıram. Və sən kimsən maestro? Əsli sifətini aç göstər bizə, bilək görək ki, sən kimsən? Bunu öyrənmək sizin əlinizdə asan bir işdir. Düz deyirsən, mən sənin haqqında bəzi şeylər öyrənmişəm. Ancaq bilmək istəyirəm ki, bu fikri sənin başına kim salıb? İsmail'i hardan tanıyırsan? Cinayətkarsınız. Mən cinayətkar? Siz ağıllı bir oğlansınız, özünüz fikirləşin. Siz silahlanıb mənim malikanəmə basqın etmişsiniz, oğurluq etmişsiniz. Düzdür, atışma olub, insan tələfatı var. Lakin İsmail mənim keşikçilərimə müqavimət göstərdiyi üçün onu həlak ediblər. Deməli, qanun bizim tərəfdədir. Maestro, sən mənim sualıma cavab vermədin. De görüm İsmail'i hardan tanıyırsan? Özüm tanış olmuşam. Yalan deyirsən. Sən 4 gün bundan qabaq bir qadınla danışmışsan. İstəyirsən adını deyim sənə. Yox. Yox, Mədinənin burada heç bir günahı yoxdur. Mən onun anasından xəbər gətirmişdim, ona görə görüşdük. Var! Ona görə bu cavab verəcək. Özü də ailəsi ilə bir yerdə. Hə, yaxşı yadıma düşdü. Dünən Səməd ağa ilə danışdım. Sənin qaynatanla. O sənin qanını mənə halal elədi. Ağlama Lalə. Hər şey yaxşı olacaq. Mən ölürəm ama dediyini eləmərəm. Sağ ol. Sağ ol Lalə. Səndən ötürü bura gəlməyə dəyərmiş. Sizin de rahatça öz evinizde oturmuşdunuz. Ama mənə görə zindana düşmüşsünüz. Nə fərqi var? Sənin yerinə burada mənim başqa bir yaxın adamım da ola bilərdi. Demək istəyirəm ki, kimin də özgəsindən ötürü iş görər. Hər öz hayındadır. Ama siz... Boş şeydir. Elə oğullar var ki, bizim elədiklərimiz onun yanında nədir ki? Onlar doğrudan sizi öldürə bilərlər. Gəl bu barədə danışmayaq. Məni öldürməklə onlar nə qazanacaqlar ki? Axı siz onların sirrini bilirsiniz. Bu onları qorxutmur. Çünki onların hər yerdə adamları var. Heç kəs onlara heç nəyi sübut eləyə bilməyəcək. Cavanşir necədir? Yaxşıdır.
Yaxşıdır. Sənə də münasibəti pis deyil. Mənim haqqımda sizə çox danışır. Hə. Demək olar ki, hər şey. Fikirləşirəm ki, siz çox yaxşı bir ailə qura bilərdiniz. Yenə də həmin avarı uşaqlarla oturulur, hə? Daha yox. Mənə kişi kimi söz verib. Yine ne var? Ne olur? Niye ağlıyorsun? Hele bir soruşursan da, ürəyin daşdır sənin cönü. Heyif mən səni yaxşı tanımamışam. De görün beni niye çağırırsın? Görmürsən vəziyyətimi, yəni hiss eləmirsən? Roza, sen böyle hallara çok düşübsən. Yəqin ki yine de iğnenin vaxtı çatır. Nə iğnə? Haradaydı iğnə? Görmürsən vəziyyətimi? Heç bir daha maranlamırsan ki, pulun var, yoxdur, bəlkə nəysə ehtiyacın var. Yəni sağ olsun Rəfi. Borç xərc tapır, bir tər keçinirik. Roza, benim pulum yok de. Tapmalasan canım, bu sənin borcundur. Benim heç kimə də borcum yoktu. Senin Roza'ya borcun var. İşte adam kişi olar. Gül kimi kızı koyuyorsan pis vəziyyətə. Hansı vəziyyət? Ne vəziyyət? Başa düşə bilmir. Roza, utanmaqdan keçib. De qoy eşitsin. Deməli məsələ belədir Johnny. Yadına gəlir axırıncı və sizdə olanda. Papulya da gəlib çıxmışdı. Gör o vaxtda ne çay keçir. Deyəsən mən uşağa qalmışam. Biriniz der mi ya? Hemşerize, indi de ya. Girək mən. Yox Johnny, mən daha belə istəmirəm. Mən öz həyatımı dəyişmək istəyirəm. Sənin başın xarab ol, Roza. Neyvə lazımdır uşaq? Ne gizgişinirsən? Ne deyən uşağın evdə lazım? Johnny, uşaqlar bizim gələcəyimizdir. Kitabca dokunmasan be ya. Mən başa düşə bilmirəm ki, birdən-birə nə oldu ki, sənin beyninə belə həvəs düşdü? Mən səni sevirəm. Bunu da sevdiyimə görə edirəm. Nə sevgi, nə sad. Bizim aramızda heç bir sevgi sad olmuyor. Bildin? Olmayacaq da. Ki, indi olur, olmuyor. Bunun heç bir əhəmiyyəti yoxdur. Ortada fakt var, brat. Əclaf, onun beynine bu fikri sen saldın. Onu sen öğrettin. Bildin? Elini çək ala. Xoruzlanmağına baxmanın. Getmək istəyirsən, cəhənnəm ol, çıx get. Amma onu yadından çıxartma ki, onun həkimi var. Həkimdən kağızı var. Və o kağızın sənin Papulyanın üstünə getməyi var. Elə belə deyil ki. İç özünü gel. Johnny, axır vaxtlar məndə güclü bir həvəs baş qaldırıb. İstəyirəm ki, öz ailəm, öz uşaqlarım olsun. Yox Roza, yox. Papula bilsə bizim ikimizi də öldürəcək. O belə şeylərə razı olmaz. Niyə olmasın axı? O səni çox istəyir. Əvvəl axır razı olacaq. Yaman yorğunum. Yatmaq istəyirəm. Yat Johnny. Mən də sənə lay çalım. Yok baba, kanını üzülme yok. Eksik bende. Şəkər deyiləm, cavab ver mənə. Sən mənim papağımı yerə soxmusan.
Sen benim papağımı yere sokmuşsan alçak kız, vicdansız! Ama ben neylemişim, vicdansız olmuşum! Öyleyse subut ede bana, ne subut ede ki sen vicdansız değilsen. Yaxşı günün cavab sənə cavab verim. Ne diyeyim ha? Diyeyim ki bunun özünün de haberi yok, uşağın atası kimdir? Böyle diyeyim ha? Cehennem olsun cemaat, ben hiç kime hesap veremem! Sen bana hesap vereceksin bana! Sen de hanım elvermem sana bilmezsin! Onun için ben senin başımı derim! Sen de doğruyup itlere geliyorsun! Senin niye neyini taşıdı be? Gelmişsen uşağın öldürür! Sana hiç olmaz, sen özünden mi alır? Bak sana da kastasını! Bastı! Kastasını bastı! Ben aklımda! Şahane aç gözlerimi aç! Aç, bak araba için olmuyor, bak! Bak ben saksı olmadan, bak ben Şahane aç gözlerimi aç! Anacığım. Bununla hepsine bitmiş. Sen onsuz da bana oraya sakladığını bana diyeceksin. Mutlak diyeceksin sen ben onun adını. Lütfen. Allah adresi baktı. Nereden daha gözleri? Restoran göre. Bu saat bakalım. Evet. Evet. Yine de ölmek istiyorsan. Ben de 2 dakika vaxt verirəm. Tez çay getir.
Sen burada ne yiyorsun? Bilmiyorum. Burada ne yiyorsun ha? Sana sen de düzenine saldırın. Hay Allah! O diyor ki keşişçilerin çayına uyku dermanı töküp. Ne konuşuyorsun? Ay İslam sen bunu niçin edin? Yaxşı, qaçaq. Gezin. Ne deyil, başa düşmürəm. O deyir ki burada gizli yol var. Rüstem hemen yolu tanıyor. Onda qaçaq. Tez edin. Görün bu lav harda qaldı. Safarda iki tane. Görün bunları lənətə gəlsin. Yaxşı, neyini? Orada kimsə var. Bak, ben orada kölgeler görürüm. Kölgeler, kölgeler. Öz kölgemizde. Sakin. Telefonların kulağından alışır sesi geldi. Gözde bak, bu tarafta. Ha? Ha. Su şırıltısıdır. Eşit bize. Bak deyirəm sizə. Eğer biz bunları bugün tapa bilməsə, sahip ağa bizim hamımızı it kimi gebertecek. Başa düşdünüz? Bizim ne günahımız var O dermanı kime verseydiler, yatardı da. Aslına baksan en büyük günah sahip ağanın özündedir ki, tanımadığı, bilmediği adamı salıp özünün
malikanəsinə. O da bundan istifadə edir. Kəs səs baxma. Hiç bilirsən nə danışırsan? Bu sözləri sahib ağaya demək olar. Dərimizi boğazımızdan çıxarar. Mən elə əvvəldən oğlanla şübhələnmişdim. Mən onu hələ İsmail'la bir-iki dəfə pısıldaşamda görmüşəm. Niyə? Vaxtında demirdin. Niyə sahib ağana məlumat vermirdin? Demək istəyirdim, orada qorxdum. Axı o sahib ağanın əziz qonağıdır. Yaxşı, hər şey cəhənnəm. Mənə bilirsiniz təsir edən nədir? Bunlar şoğ qəribin hərəkəti. Mən yaxsaydı yuxuma da girməzdi ki, bu belə bir cəsarət edə bilər, bizi sata bilər. Yaxşı deyibdilər. Suyun lal axalı, adamın yerə baxalı. Elə onları casusluq eləyən də bu lal qırışmalıydı da. Görərsiniz, işarə çıxan kimi bizimkilər tutub təhvil verəcəklər sahib ağaya. Tutaq da o öz işlərini gördülər. Bəs biz sahib ağaya nə cavab verəcəyik, hə? Uşaqlar, Bence sahib ağaya deyək ki, suya düşüb boğuldular, hə? Sen başa düşürsən nə deyirsən? İstemez ki, meyitləri hanı? Bir də ki, eşitdiniz ki, o nə dedi? Dedi ki, onların ya ölüsünü, ya dirisini aktarıp tapıp getirin. Qüdrət dayı, lazım deyil, içmin, sizə ziyan daxil, xahiş edirəm. Əlcək, hamınız cəhənnəm olun buradan. Mən işim gəlmək istəmirəm. Vicdansızlar. Sizdə vicdan deyilən şey var, hə? Soruşuram, bax. Bu nə oyunu mənim üçün qurmusunuz? Qüdrət dayı, mən heç bir oyun zad qurmamışam. Mən belə vicdansızlığı eləyə bilmərəm. Axı sən kimsin, ne kim? Necə olub bizim ailəyə düşümsən? Sənə gəlib bilirdinsə, bu qızın atası deyilsən, bu ailədə sənin nə ölümün vardı, hə? Axı necə olub bizim ailəyə soxulmuşsan, səndən söz konuşuram, görürüm də. Sakit olun, Qüdrət dayı. Mənim üçün də çox şey qaranlıqdır. Yalan deyirsən, sən bunu bilirdin. Sən bilirdin ki, Şənanə sənin qızın deyil, ancaq bunu iki kimi etiraf eləməmsən. Qüdrət dayı, valla mən bunu bilməmişəm. Mən həmişə Şənanə öz doğma qızım kimi baxmışam. Adın sən onun. Şəlalıya sənin kimi əldə qayrımata lazım deyil. Ona öz atası lazımdır, onu da mən tapacam. Mütləq tapacam. Qüdrət dayı, nə belə danışırsınız? Mənim heç bir günahım yoxdur. Əsli qalanda mən də sizin kimi adammışam. Mən də sizin kimi həqiqəti öyrənmək istəyirəm. Vaxtında öyrənmək lazımdır. Kişi yaşadığı qadının bütün sirlərini bilməlidir. Sən isə... Mən axmaq, necə də inanmışdım, necə də sevinirdim. Bilirdim, hər şey öz qaydasındadır. Fikirləşirdim ki, arxı elinə bilərəm. Qüdrət dayı, əsəbləşməyin. Mən cəhənnəmə, sən Şəlalənin ürəyini yoxsa onu peşman eləmirsən. Onu bu niskin ürəyində gətirəcək. Tarçlarını fəniyle baxıb güləcəklər. Pırt sizin lənətə gələsiniz. Qüdrət dayı, siz nə belə danışırsınız? Sizcə, mən istəyərdim belə olsun. Sizin qızınızdan fərək də başa çıxmaz. Siz yaxşı bilirsiniz ki, o məni aldadı. Bəs mən nə eləməliyəm, hə? Sən nə etməlisən? Heç nə. Oturub o kivar içməlisən. Adam belə vəziyyətdə içməsə dəl olar. Gəl birlikdə içək. Gəl. Aldanışımızı qeyd edək. Mənsiz həyatım sən yaşayacaqsan, gündüzlər, gecələr ağlayacaqsan. Sən məni axtarıb
yaşa indi sen